Seyyid Ağa Rəşid ustadımız Borədgahda Əyyam-ı Fatimiyyə eləyirdi. Bakıda da ustadımız Hacı Şahin Əyyam-ı Fatimiyyə eləyirdi. Hələ yayılmamışdı bu məclislər. İnanırsınız? Ağa gəldi hacının məclisində dedi ki, Hacı İmam Hüseyin ələmdarı idi. Azərbaycanda ələmdarı idi. O gün ki, çətin gün, o dərdli gün, o bəlalı gün, mən gəlib məsciddə özümü hacının cənazəsinə yetiləndə, hərə özündədir. Görəm, uşaqlar baxırlar belə mənə, ürəklər partlayır. Durdum ayağa, bunu oxudum elə. Yüzlərlə mərsiyə var, amma dilimə bilmirəm niyə bu gəldi. Ay, Məşəd dadaşdan bu gecə məsciddən, ay, hacının əzizləri gələnlər. Ay, qardaşlarım, gələn qədəmlərinizə qurban. Yıxılıb Əbbasim, nəhr-i Fəradüz, də belim sındı, Zeynəb ələmdar. Öldü, boyanıbdı qanə, vəfali sərdarim, livayə Qur'anə, vəfadar öldü. Ay, boyan. Bu cəmiyyətin səsi budur ha. Qonaqlar gəlib qoy görsünlər Borədgahda məclis necə olur. Ucadan boyanıbdı qanə, livayə Qur'anə. Dedim aya qardaş, gəlirsən əxyamə, dedi sən getmə olar, gələn ağlar. Hər şəhidi gətirirdi xeymələrə. Abbas, və səni xeymələrə götürməyəcəm. Su yoxumdu qızlarından, bilirsən xəcalətəm mən. Məni xeymiyə aparma, bu məkanda rahatəm mən. İmamın məşkimi doldurmuşdum, gəlirdim vallahi. Namərdin biri puskuda durdu, ox attı. Ox gəldi, keşke dəyəydi mənim alnıma, dəyəydi qəlbimə, gəldi dəydi o məşkə. Yalvardım o məşkə, ürəklər yarədi axma, rubaba varədi axma, axma.